Salam izləyicilər. Bu videoda 10 may 2026-cı ildə keçirilən OTK sınağına aid fizika suallarının izahını verəcəm. Xatırladım ki, bu gün keçirilən DIM sınağının izahını paylaşmışam. Həm 1, həm 4-cü qruplar üçün, həmçinin bu gün keçirilmiş yeni abituriyent sınağında izahını paylaşmışam. İzləməmisinizsə açıqlamada yerləşdirəcəm, onları da izləyin. Həm DIM, həm də yeni abituriyent sınağında fərqli və qəbul tipli suallar vardı. Başlayaq OTK sınağına. Birinci sual. Səs dalğası bir mühitdən digərinə keçdikdə sürəti 2 dəfə azalarsa dalğa uzunluğu necə dəyişər? Deməli, burada V bərabərdir lambda nü düsturudur. Ümumiyyətcə, mühit dəyişəndə dalğa uzunluğu və sürət dəyişir, tezlik periyod dəyişmir. Bu dəyişməz 4 dəfələri buradan atırıq. Əgər sürət 2 dəfə azalarsa, deməli, dalğa uzunluğu da 2 dəfə azalar. B variantıdır, düz asılıdır. 32. Şaquli istiqamətdə aşağı əyləşən liftin sürətinin modulunun zamanlastlığı verilmişdir. Liftdə olan cismin qrafikin bir hissəsinə uyğun çəkisi 60 olarsa, iki hissəsinə uyğun çəkini tapın. Aşağı yeyinləşir və A1 bərabərdir. 8 bölünsün 2, 4-dür. Aşağı yeyinləşəndə çəkini necə tapıram? M, J çıxılsın A1 bərabərdir 60-a. Buradan deməli 8-i 2-yə böldüm 4 tapdım. Buradan 10-dan 4-ün çıxıram 6. 6M bərabərdir 60. Deməli M bərabərdir 10 kiloqramdır. Cismin kütləsi 10 kiloqramdır. Və çünki 10 kiloqram normalda 100 Newton idi, amma burada 40-ın çıxırıq 60 qalır. İki hissəsində bərabər sürətli, iki hissəsində isə artıq şaquli aşağı yavaşıyır. Şaquli aşağı yavaşıyır və burada da təcil A bərabərdir. Yenə 8 bölünsün 2, 4-dür. A2 deyək buna. Amma P2 bərabərdir. M, J üstəgəl A2-dir. Yəni 10 vurulsun 14, cavab 140-dır. 10 kiloqramlıq cisimdir. Orta hissədə çəkisi 100 olur. Birinci hissədə çəki 60 olur. 40 çıxırıq. Üçüncü hissədə isə çəki deməli 140-a bərabərdir. Məsələn, bunun çəkisinin, cismin çəkisinin zamandan asılılığını istəyə bilər qrafik kimi. Qəbula gələ bilər elə bir qrafik. Bu qrafiki qurası olsaq, bu formada bir qrafik quracağıq. Deməli, P-nin T-dən asılılığı. Birinci hissədə 60-dır. Bu neçə saniyədir? 2 saniyədir. Növbəti 4 saniyə 100-dür. Çünki MJ'dir. Sonrakı 2 saniyə isə, yəni 8-ə qədər artıq 140-dır. 33. Hansı qrafik sabit temperaturda doyan su buxarının təzyiqinin həcminin asılılığıdır? Sabit temperaturda doyan su buxarının təzyiqi həcmdən asılı deyil. Ümumiyyətcə, doyan buxar üçün əgər T bərabərdir konstant görürüksə, temperatur sabitdirsə, doyan buxarın sıxlığı, təzyiqi, konsentrasiyası üçü də həcmdən asılı deyil. 34. 1 və 2 lampaları sabit cəryan dövrəsinə, 3 və 4 lampaları isə dəyişən cəryan dövrəsinə qoşulmuşdur. Hansı lampalar közərər? Bu, köhnə illərin model suallarındandır. Məsələn, sabit cəryan dövrəsində kondensatorun yanındakı lampa közərməz. 2 közərməz. Ona görə bu 2 olan cavabları buradan atırıq. Dəyişən cəryanda isə heç bir problem yoxdur. 3 və 4 közərəcək. Burada 1 də közərəcək. Cavab deməli 1, 3, 4-dür. D variantı. Çünki sarğacın yanında dəyişən cəryanda, sarğacın yanında dəyişən cəryanda da, sabit cəryanda da lampa közərir. Amma kondensatorun yanında isə sabit cəryan olanda lampa közərmir. 35. Maqnit sahəsinin induksiya xətlərinə perpendikulyar istiqamət hərəkət edən naqildə uclarında EHG hansı keymiyyətlərdən asılıdır? Buradan epsilon i bərabərdir, VBL-dir, naqilin uzunluğundan asılıdır, en kəsin sayəsindən induksiya vektorunun modulundan 3-dən asılıdır. En kəsin sayəsindən asılı deyil, uzunluğundan asılıdır. Ona görə də 1, 3 B variantıdır. 36. Linzanın optik qüvvəsi cisimdən linzaya qədər olan məsafədən necə asılıdır? Asılı deyil. Optik qüvvə 1 bölünsün F-dir. Düsturunda bunu F üstə gəldi, F vurulsun D yazsaq belə bunların heç birindən asılı deyil. Optik qüvvə və fokus məsafəsi asılıdır linzanın materialından, yerləşdiyi mühitin sındırma əmsalından, bir də ki, linzanı əmələ gətirən sferaların əyrilik radiyasından. 37. Üfüqi yolda yalnız sürtünmə qüvvəsinin təsirlə hərəkət edən cismin tormoz yolu nələrdən asılıdır? Tormoz yolunun düsturu yazanda S tormoz bərabərdir V sıfırın kvadratı bölünsün 2 mü J. Cismin başlanğıc sürətindən asılıdır. Toxunan səthlər arasında sürtünmə əmsalından asılıdır. Cismin kütləsindən asılı deyil. 1 və 2-dir.
38. Hansı qurğu bir tərəfli keçiriciyə malikdir? D bəndidir. Yarım keçirici dioddur. Bu elektrik lampasıdır. Rezistor, zəng və sarğacdır. 39. Sabit maqnitlərin qütbləri arasında bir cins maqnit sahəyə daxil olan proton hansı istiqamətdə meyl edər? Proton müsbətdir. Öncə burada induksiya xətlərini çəkirik. N-dən çıxıb S-ə gedən xətlər. Deməli, bu xətlərin ovucumuza daxil olmaq üçün sol əlimizi qoyuruq bunların arasına. 4 barmaq V-ni göstərəndə baş barmaq düşür bizdən şəkil müstəvisinə doğru. 40-cı sual. Cismin vakuumda çəkisi 120, bu cisim sıxlığı onun sıxılan 3 dəfə kiçik olan mayaya tam batdıqda çəkisi nə qədər olar? Deməli, bilirəm ki, rho maye bölünsün, rho cisim bərabərdir. F arximet bölünsün, F ağırlıqdır. Və burada onun sıxılan 3 dəfə kiçik olan mayedir. Bu deməkdir ki, bu verir mənə 3-də 1-i. Buradan F arximet bərabərdir. 120 bölünsün 3 olur 40. Və mayedəki çəkisini tapanda P maye bərabərdir. MJ çıxılsın F arximet. MJ-nin yerinə 120, 120-dən 40-ını çıxıram. Cavab olur, deməli 80. Cismin vakuumdakı çəkisi elə MJ-dir. Vakuumdakı çəkisi 120-dir. Arximet 3 dəfə az olduğuna görə Arximet olur 120 bölü 40 və çəkisi də Arximet qədər azaldığına görə 120-dən 40-ını çıxırıq, 80 qalır. 41. Rəqs konturunda baş verən sönməyən elektromanyetik rəqslərində omega vurulsun QM ifadəsi hansı fizik əməliyyata uyğundur? Cəryan şiddətinin amplitudu. Çünki burada Imax bərabərdir. Qmax vurulsun omeqadır. 42. Kütləsi 2 kiloqram olan cisim bir düz xətt üzərində yerləşən 2 qüvvənin təsirlə 4 təcili hərəkət edir. Cismə təsdiqlənən qüvvələrin biri şəkildə göstərilmişdir. İkinci qüvvənin modulu nəyə bərabərdir? Kütlə 2 kiloqramdır və cismin təcili də 4 sağ tərəfədir. Buradan yazıram ki, F əvəzləyici bərabərdir MA, o da bərabərdir 2 dəfə 4-üm 8-ə. Qüvvələrdən biri 20-dirsə, digəri olur 12 Newton və bunun əksinə. Məsələn, 12 Newton da bu tərəfədirsə, 20-dən 12-sini çıxdım 8, 8 də 2-yə böləndə 4 edir. 28 niyə olmur? Çünki təcil sağ tərəfədirsə, deməli F1 qüvvəsi daha böyükdür. 43. Düz xətt üzrə hərəkət edən cismin impulsunun dəyişməsinin modulunun zamanla asılı qrafik verilmişdir. Ədədi qiymətcə alfa bucağının tangensinə bərabər olan fiziki kəmiyyət. Deməli, tangens alfa bərabərdir fiziki kəmiyyatin vahidi. Tangens alfa bərabərdir delta P bölünsün T'dir. Delta P bölü T də bizə verir F'i. Çünki delta P bərabərdir F T'yə. Qüvvənin də vahidi Newtondur. 44. Bir cins maqnit sahəsində uzunluqları eyni, en kəsiklərinin sahələri isə S və 2S olan 2 nixron məftil yerləşdirilmişdir. Məftillər maqnit sahəsinə təsir edən amper qüvvələr arasında hansı münasibət doğrudur? Deməli, burada uzunluqları eynidir. Öncə R-in düsturunu yazıram. R bərabərdir. Rho L bölünsün S-dir. Ona görə də, əgər bunun müqamətinə R desəm, bunun müqaməti olacaq 2R. Və beləcə uzunluqlar eynidir. Cəryan şiddəti burada idisə, burada cəryan şiddəti, daha doğrusu 2 idisə, burada idi. Yəni, ikinciyə təsir edən qüvvə birincidən 2 dəfə çoxdur. F2 bərabərdir 2F1. Niyə belədir? Çünki F1 bərabərdir I1 BL-dir. F2 bərabərdir I2 BL-dir. Və ikinci naqilin sahəsi böyük olduğuna görə müqaməti az olur. Rho bölü S düsturuna görə müqaməti azdırsa şiddəti çoxdur. Çünki i-ni bu düsturuna da yaza bilərəm. Deməli yaza bilərəm ki, i bərabərdir U bölü R. O da verir US bölünsün Rho L. Yəni uzunluğu eyni maddədən hazırlanıb, sahəsi böyük olanın şiddəti böyükdür. Şiddəti böyükdürsə amper qüvvəsi də böyük olacaq. 45. Bir cins çubuq şəkildə kimi üfüq vəziyyəti tarazlıqdadır. Dayağın reaksiya qüvvəsini hesablayın. Bu da köhnə OTK sınaq suallarındandır. Deməli, bir cins çubuqdur. Burada çubuq ümumi 6 damadır. Tam ortasına ağırlıq qüvvəsini əlavə edirəm. MJ-ni. Və qollara baxsaq, buranın qolu 1-dir, buranın qolu 2-dir. Ona görə yazıram MJ vuraq 1 bərabərdir 2 vurulsun 100-ə. Buradan MJ bərabərdir 200 bölünsün 1, cavab 200 Newtondur. 200 Newton buradan 100 Newton buradandır. Dayağın reaksiya qüvvəsi 300 Newtona bərabərdir. Çünki reaksiya qüvvəsini tapanda n bərabərdir F üstə gəl mc yazıram. Mc F-dən 2 dəfə çoxdur, çünki qolu qısadır. 100-ün də üstə 200 gələndə 300 edir. 46.
Cədvəldə verilmiş kütləli ideal qazın iki müxtəlif halına uyğun təzyiq, temperatur və həcm verilmişdir. Boş xana uyğun temperatur qiymətin müəyyən edin. Bu da köhnə model suallardandır. Klayperon tənliyi ilə həll olunacaq. Yəni PV böl T bərabərdir konstanta. Ona görə yaza bilərik ki, P1 V1 bölünsün T1 bərabərdir P2 V2 bölək T2-yə. P1 200 V1 6 bu bölünsün 300 bərabərdir. P2 300 V2 2 T2 də buradadır. Deməli 2 0 2 0 buradan getdi. 2 dəfə 6 12 12-ni 3-ə böləndə 4. 4 bərabərdir 600 bölünsün T2-dir. T2 də bərabərdir 600 bölək 4, yəni cavab 150-dir. 47. Sükunət vəziyyətindən düz xətlər çəkilən cismin yer dəyişməsinin zamanlaması qrafik vermişdir. Bu cisim ikinci saniyədəki yer dəyişməsini hesablayın. Deməli, n-ci saniyədə yolun düsturu ilə həll edəcəyin. Sualı keçmədən, deməli, bu hissəni ağardım. Öncə təcilini tapaq. Çünki burada 3 saniyədə getdiyi yol var. Sükunətdən başlayıbsa s bərabərdir. AT kvadratı bölünsün 2-dir. A-nı tapanda 2s böl t kvadratı. Yəni 2 vurulsun 18 bölək 3-ün kvadratı 9. Deməli 36-ın 9-a böləndə 4. Təcil 4-dür. Və n-in sayda yolun düsturu ln bərabərdir. A bölünsün 2. 2n çıxılsın 1-dir. 4 bölünsün 2. Mötərizədə ikinci saniyə deyir. 2 dəfə 2 4 çıx 1. 2 vurulsun 3. Cavab 6 metrdir. 48. Verilmiş müstəvi kondensatorun lövhələr arasındakı gərginliyi 2 dəfə artırdıqda enerjisi. Deməli, verilmiş müstəvi kondensator deyir. Buradan o deməkdir ki, C bərabərdir konstantdır. Və gərginliklə əlaqəli W bərabərdir CU kvadratı bölü 2-dir. Əgər gərginliyi 2 dəfə artırsaq, enerji 4 dəfə artar. 49. Düzbucaqlı şüşə lövhə üzərinə perpendikulyar istiqamətdə müxtəlif rəngli monoxromatik şüalar düşür. Hansı rəngli şüaların şüşə lövhədə yayılma sürəti daha böyükdür? Yayılma sürəti V bərabərdir lambda nödür. Yəni, burada belə bir şey var. Sındırma əmsalından tapacağın V bərabərdir C böl N. Ən böyük sürətlə yayılan qırmızıdır. Çünki sındırma əmsalı azdır. 50. Euler-Venn diaqramına verilmiş kütlələr ideal qaz üzərində gedən proseslərə uyğun bəndləri müəyyən edin. İzobar qızma, izoxor qızma. Daxil enerji artır hər ikisinə aiddir, çünki qızır. Təzyiq sabitdir izobarda. Konsentrasiya sabitdir izoxorda. Daha doğrusu sıxlıq azalır izobar qızmada. İşte buradadır. Təzyiq sabit 2, 3 buradadır. Sonra konsentrasiya sabitdir 4 buradadır. Kinetik enerji artır hər ikisinə aiddir. Deməli 1-ə getdi 2, 3. 2-yə getdi sadəcə 4. 3-ə isə 1, 5. 51. Zərrəcin yükünün kütləsinə olan nisbəti necə adlanır? Q bölünsün M bizə verir xüsusi yükü. Y variantı. Radiusu R olan şüşə kapilyar borda qalxan mayenin kütləsi M-dir. Eyni mayəyə radiusu 2R olan şüşə kapilyar bor daxil edəndə kütlə olacaq 2M. Çünki kütlər radiusdan düz asılıdır. Bu da hardan gəlir? M bərabərdir. P bölünsün J'dir. P-nin yerinə 2pi R sigma, bu da bölünsün J. 53. Maddədə radioaktiv nüvələrin sayının zamanla asılığı bu qanunla şəklindədir. T dəqiqə ilə ölçülən zaman. Radioaktiv maddənin yarımçəkmə periodu dəqiqə ilə hesablayın. Deməli, buradan düstur bu şəkildədir. N bərabərdir. N0 vurulsun 2 üstü mənfi T böl T. Bu da bərabərdir. N0 vurulsun 2 üstü mənfi 0,5 T. N0'ları buradan apardım. Alıram ki, mənfi T böl T bərabərdir. Mənfi 0,5 T'yə. Hər tərəfdən T'ni aparanda 1 böl T bərabərdir 0,5'ə. T də bərabərdir 2. Periodu 2 dəqiqədir. 54. İnduksiya xəttlərinə perpendikulyar istiqamətdə bircə sahəyə daxil olan iki proton üçün hansı fizik əməklərinin qiyməti eynidir? İnduksiya xəttlərinə istiqamətdə bircə sahəyə daxil olan, deməli, bunların kinetik enerjiləri eyni deyil. Çünki sürətləri fərqlidir və kinetik enerjinin düsturu mv kvadratı bölü 2-dir. Dövrətmə tezlikləri eynidir. Lorentz qüvvələri
eyni deyil, çünki F Lorentz bərabərdir QVB-dir. Bucaq sürətləri eynidir. Radiuslar da eyni deyil, çünki R bərabərdir MV bölünsün QB-dir. Period, tezlik, bucaq sürəti. Bu üçü sürətdən, impulsdan asılı deyil. Eyni olan nədir? 2 və 4. 55. Sxemlərdəki ampermetrlərin göstərişləri nisbəti nəyə bərabərdir? Deməli, burada dəyişən cəryan dövrəsidir. Buradan I1 bərabərdir 100 bölünsün omega L, I2 bərabərdir 100 bölünsün 4 omega vurulsun 2L. Ya bura baxıram ki, 8 dəfə fərqlənir. Birinci, ikincidən 8 dəfə çoxdur. Çünki buradan XL-ləri tapanda XL1 bərabərdir omega L-dir, amma XL2 bərabərdir. Burada 4 omegadır. Bunu da yazırıq. 2 dəfə 4-ün də 8 omega L. Yəni ikincinin müqaməti birincidən 8 dəfə çox olduğuna görə şiddəti 8 dəfə az olacaq. İkisində də U max eynidir. 56. Çevrə üzrə bərabər səthlər hərəkət edən cismin dönmə bucağının zamanlastlığı 4 Piter qanunu ilə dəyişir. 10 saniyə müddətində dövrlərinin sayını hesablayın. Deməli, buradan fi'nin düsturunu yazanda fi bərabərdir omega t, o da bərabərdir 2 pi n bölünsün t vurulsun t. Buradan alıram ki 2 pi n bərabərdir 4 pi t'yə, yəni bu t'lər getdi. Pi'ləri buradan ixtisara apardım. N'i tapanda n bərabərdir 4 vur 10 bölünsün 2-yə. 40-ı da 2-yə böləndə 20. Və yaxud omega bərabərdir fi böl t'dir. Buradan ya da törəmə alsam 4 pi'dir. Omega 4 pi'dirsə t bərabərdir 2 pi böl omega. Bu da verir 0,5. Periyod 0,5-dirsə n bərabərdir kiçik t böl böyük t. 10 bölək 0,5 cavab olur 20. 57. Uyğunluğu müəyyən edin. Verilmiş sarğasından axan cəryan şiddətini 2 dəfə artırdıqda onun induktivliyi dəyişməz. İnduktivlik çünki aslı deyil, 1-ə getdi C. Maqnit sayəsinin enerjisi 4 dəfə artar, yəni B variantıdır. Keçən maqnit yerdə 2 dəfə artar, bu da A variantıdır. Çünki maqnit sayəsinin enerjisi W maqnit bərabərdir L I kvadratı bölü 2-dir. Fi bərabərdir L I-dir. İnduktivlik isə I-dən asılı deyil. Ona görə induktivlik dəyişməz. 58. Reostatın sürücüsünü bir nöqtəsindən 2 nöqtəsinə gətirdikdə ampermetrin göstərişi və mənbəyin paydalı şəmsalı necə dəyişər? Bu artıq ətraflı suallardan biridir. Deməli, ampermetrin göstərişini tapanda buradan I bərabərdir epsilon bölək R üstə gəl kiçik yerdir. 1-dən 2-yə aparanda uzunluq azalır. Uzunluq azaldığına görə R bərabərdir rho L bölü S düsturuna görə R azalır. R azaldığına görə cəryan şiddəti artır. Ampermetrin göstərişi artar. Mənbəyin faydalı şəmsalını tapanda, məsələn, bunu yaza bilərik. Məsələn, U bölünsün epsilon vurulsun 100 ya da ki, bu da bərabərdir. 1 çıxılsın IR bölü epsilon vurulsun 100'dür. I artdığına görə mənbəyin faydalı şəmsalı azalır. Deməli, birincisi, reostatın sürücüsünü bir vəziyyətdən 2 vəziyyətinə aparanda uzunluq azalır. Çünki əvvəlcə uzunluq bu qədər hissə idi. Birləşdiyi yerlə sürücü arasındakı məsafədə uzunluq bu qədər idi. Sonra qısaldı. Uzunluq azaldığına görə müqamət azalır. Müqamət azalırsa şiddət artır. Şiddət artdığına görə bu düstura görə faydalı şəmsalı azalacaq. 59. Çıxışı 2 elektron volt olan metala enerjisi 5 elektron volt olan fotonlarla şolandırılır. Metaldan qopan fotoelektronların maksimal kinetik enerjisini hesablayın. Koordinat oxları üzərində uyğun kəmitlərin qiymətini və çıxışını göstərməklə kinetik enerjinin düşən fotonun enerjisindən asılı qrafikini qurun. Buradan A çıxış üstəgəl Y kinetik bərabərdir E fotondur və buradan Y kinetiki tapanda Y kinetik bərabərdir E foton çıxılsın A çıxış. 5-dən 2-sini çıxdıq 3. Və qrafiki çəkəndə elektronun qopa bilməyi üçün fotonun enerjisi çıxış işindən böyük bərabər olmalıdır. Ona görə qrafik buradan başlayır. Yəni bu nöqtədən başlayacaq və belə gedəcək.
Bu nöqtəyə A çıxışın qiymətini qoyuruq. Çıxışçı 2-dir. Bu nöqtəyə fotonun enerjisi 5, 5-ə uyğun kinetik isə 3-dür. Dim sınağına da bunun bənzəri düşmüşdü. 60. Sükunət vəziyyətindən düz xətlə hərəkət edən 2 kiloqram kütləlisinin təcilinin modulunun zamanlaşdığı qrafik verilmişdir. Əvəzləyici qüvvənin 4 saniyə müddətində gördüyü işi hesablayın. Deməli, bu cismə təsir edən əvəzləyici qüvvəni tapsaq, F əvəzləyici bərabərdir MA-dır. Yəni 2 vurulsun 0,5, bu verdi 1. Sonra buradan S-i tapsam, S bərabərdir AT kvadratı bölünsün 2-dir. A-nın yerinə 0,5, T-nin yerinə 4 kvadratı 16 bölü 2. Bu da verdi 4. Və A bərabərdir F-ə görə 4 vurulsun 1, cavab 4 oldu. Əvəzləyici qüvvəni MA ilə tapdım. Kütlə 2 kiloqramdır. 2-ni 1-ə vurdum. 2-ni 0,5-ə vurdum. Çünki təcil 0,5-dir. Bu oldu 1 Newton. 1 Newton əvəzləyici qüvvə var. Sükunətdən başladığına görə S bərabərdir AT kvadrat bölü 2-dir. 0,5 vurulsun 4-ün kvadratı 16 bölü 2. 8-i 2-yə böldük 4. Sonra A bərabərdir Fs-dən 4 vur 1, cavab oldu 4. Bunu kinetik enerji haqqında teoremə görə də yaza bilərik. Sükunətdən başladığına görə sürətin taparıq. Son sürətin yazarıq V bərabərdir AT 0,5 vurulsun 4 bərabərdir 2 və A bərabərdir Y kinetik, o da bərabərdir mv kvadratı bölü 2. Kütlə 2-dir, 2-nin kvadratı 4 bölü 2. Buna da tam bal verilir. Beləcə OTK sınağına aid 30 sualın izahını yekunlaşdırdım. Yenə də qeyd edim ki, bu gün keçirilən həm yeni abituriyent, həm də dim sınaqlarının da izahını paylaşmışam. İzləməmisinizsə onları da izləyə bilərsiniz. Hər birinizə uğurlar, sağ olun, növbəti videolarda görüşənə qədər.